Salam, hər vaxtınız xeyir olsun. Adım Nərmindir, 23 yaşım var. Bakı Avrasiya Universitetində sosial iş ixtisası üzrə bakalavr təhsil almışam. Baydis Real Estate şirkətində hal-hazırda content meneceri və koordinator olaraq fəaliyyət göstərirəm. Bununla yanaşı kiçik bizneslərə öz bizneslərinin böyütmələrinə dəstək olmaq məqsədi ilə qrup və fərdi şəkildə əyani və onlayn təlimlər həyata keçirirəm. Bununla da yanaşı bu təlimləri həyata keçirməkdə məqsədim özümdə kiçik biznesim var və o biznesdə nələr öyrənmişəmsə, bu proseslərin hamısını cəmləşdirib bir təlimdə yığmaqdır ki, ola bilər də, yəni bir neçə təlimə qoşulmaqda çətinlik çəkən insanlar bir təlimlə prosesi həyata keçirsinlər. İndi söhbəti uzatmayım, mən sizlə paylaşımı edeyim və təqdimat vasitəsilə biz dərsimizə davam edək. İlk olaraq bizim dərsimiz biznes ideyasının təhlili və hədəf auditoriyasının spesifikası olacaq. Burada proses nədir? Biz burada binövrədən başlayacağıq. Bilirsiniz, bir çox bizneslər ilk bir ildə bağlanır. Çünki onlar möhkəm binövrə üzərində deyil, sadəcə həvəs və maraq üzərində qurulur. Həvəs sizə işə başladar, amma sistem sizi ayaqda saxlayar. Gəlin ideyanızın bir peşəkar kimi baxmağı öyrənək. Burada məsələ ondan ibarətdir ki, bütün bizneslər ilk olaraq düşünürlər ki, mən bu biznes üzrə irəli gedə bilərəm, hal-hazırda bunun satışı vardır, bazarda rəqabəti yaxşıdır, amma o biznesdə satdığı məhsul haqqında məlumatı yoxdur, riskləri barədə araşdırma eləməyibdir. Yəni, belə deyək, bir həvəs və bir maraq uğruna bir biznesə başlayır və bu biznesi davam etdirə bilmir. Və burada da həmin şəxsin problemlərlə üzləşir. Bu problemləri aradan qaldırmaq üçün ilk olaraq biz baxmalıyıq ki, bizim biznesimizin məqsədi nədən ibarətdir? Yəni, burada nüans ondan ibarətdir ki, deməli, mən nə satıram deyil, mən hansı problemi həll edirəm. Çox vaxt sahibkarlar deyir ki, məsələn, mən çox dadlı tort bişirirəm və ya mən çox gözəl çantalar hazırlayıram. Dostlar, bu sizin elədiyiniz fəaliyyətinizdir. Amma ki, müştəri sizə müştəriyə maraqlı olan onun hansı ehtiyacını ödəməlisiniz. Yəni, siz tort satmırsınız, siz bir ananın övladı üçün yaratmaq istədiyi unudulmaz acının xatirəsini satırsınız. Və ya siz bir çanta satmırsınız, bir qadının özünü özəl və zərif hiss etməsini təmin edən bir aksesuar satırsınız. Yəni, ümumi olaraq əsas məsələ hər hansısa bir prosesdə bir xeyir verməkdir. Sadəcə xeyir almaqdan yox da xeyir vermək daha vacibdir. Çünki insanlar bir şeyə pul ödəyəndə bu pul çox böyük bir pul belə ola bilər. Siz ona tutarlı bir səbəb göstərsəniz ki, hə, sənin buna ehtiyacın var, mən sənin bu ehtiyacını həll eləyirəm, bu problemi həll eləyirəm, onda müştəri daha rahat şəkildə sənin biznesi və dəstək olaraq o məhsulu satacaq. İkinci məsələ, iki nüansı danışacağıq. Burada birinci hədəf kütləsi, ikinci də ki, özünüzə qarşı dürüst olmaq nüansıdır. Hədəf kütləsi niyə lazımdır? Məhsulunuzun kimə xidmət etdiyini bilməlisiniz. Əgər məhsul hamı üçün uyğundursa, demək, o məhsul heç kim üçün uyğun demək deyil. Biznesdə ən böyük büdcə itkisi yanlış qapını döyməkdir. Müştəriləri skaner eləmək lazımdır. Bu nə deməkdir? Sizin məhsulunuz hansı yaş aralığına xitab edir, harada yaşayan şəxslərə, nədən qorxan, nəyi arzulayan, hansı sosial platformada daha çox vaxt keçirən müştərilərə sizin məhsulunuz önəmlidir. Belə deyim, premium əl işi çanta satan şəxs sizin kütləviz, yəni bu işi görən insanın hədəf kütləsi ucuzluq axtaran olmamalıdır. Təkrarsız axtaran olmalıdır. Çünki onlara ucuz qiymət desəniz şübhə edib almayacaq. Baxın, belə izah eləyim də. Əgər bir müştəri
bir müştəri o məhsulun onun üçün önəmli olduğunu bilsə, yəni sizin yaratdığınız təəssüratla verdiyiniz xidmət üst-üstə düşsə, müştəri rahatçılıqla o pulu ona verəcək. İkinci hissə SWOT analizi, özünüzə qarşı dürüst olmaq prosesidir. Burada sizin üstünləriniz, zəif tərəfləriniz, imkanlarınız və təhlükələriniz müəyyən olunur. SWOT analizi bir çox proseslərdə həmin prosesin analiz eləmək üçün istifadə olunur. Bu biznesdə ola bilər, sosial elmlərdə ola bilər. Yəni bu analiz üsulu çox mahiyyətli bir analizdir. Üstünlükləriniz nə ola bilər? İlk olaraq üstünlüklərimizdən başlayaq. Sizi digərindən fərqləndirən nədir? Sürətli çatdırılma, unikal dizayn, keyfiyyətli xammal və s. Zəif tərəfləriniz nədə axsayırsınız? Məsələn, büdcə azlığı ola bilər, tək işləmək ola bilər. Tək işləmək burada bütün prosesləri siz özünüz tək həyata keçirirsiniz. Sosial medianı idarə edirsiniz, məhsulu hazırlayırsınız, məhsulu satırsınız, marketinqin, reklamını edirsiniz. Bununla yanaşı çatdırılmanı da edirsiniz və bu sizin prosesinizi aşağı edir. Və bu məsələdə sizin zəif tərəfiniz olur. İmkanlar nələrdir? İmkanlar, bazarda hansı boşluq var? Məsələn, sizin bölgədə bu məhsulu satan yoxdur. Deməli, sizin burada hansı boşluqlar var, o nəzərə almalısınız. Yəni, sizin bölgədə ola bilər ki, bu məhsulu satan yoxdur və ya sizin kimi satan yoxdur. Sizin bir özəlliyiniz var, bunu qeyd eləməlisiniz. Təhlükələr də sizi nə dayandıra bilər? Məsələn, xam malınızın bahalaşmaq ola bilər, şəxsi həyatınızda olan hansısa bir proses ola bilər ki, məsələn, ailə qura bilərsiniz, evinizi dəyişə bilərsiniz ki, bu sizin biznesinizə pis təsir eləyə bilər. Bu zaman siz çalışmalısınız ki, 6 ay ərzindəki prosesləri nəzərdən keçirib qeyd edəsiniz. SWOT analizi vasitəsilə siz özünüzü bir baxımdan risklərdən müdafiə eləmiş olursunuz. Dördüncü hissədə unikal satış təklifidir. Yəni, sizin niyəviz. Burada sizin niyəviz münasib qiymətlər ola bilər, keyfiyyətli məhsul ola bilər, çatdırılma ola bilər, xeyriyyə ola bilər. Xeyriyyəni niyə qeyd eləmişəm? Çünki əvvəldə də qeyd elədim, insanlar bir problemin həll olunduğunu, bu problemi də daha çox insanların xeyir göstərə biləcəyi şəkildəmi olur, onu görmək istəyirlər. Necə yəni? Məsələn, siz ola bilər ki, məhsulunuzun bir hissəsini şəhid ailələrinə, qazi ailələrinə və ya uşaqlar evinə kimi dəstək olacaqsınız və bu hansısa məhsuldan gələn qazanc olunacaq. Bunu təqdim eləyəndə müştərilər ona daha çox dəstək olmaq istəyir ki, bu prosesdə bir payları olsun. Yəni, həqiqətən də bu marketinq hiləsidir və xeyriyyə, yəni yaxşı bir hilədir əslində. Siz bazarda yüzlərlə işi görən insandan nəyiniz fərqlənir? Bunu dəqiqləşdirməlisiniz. Sizin niyəniz, sizin imzanızdır. Bu imza yoxdursa, siz sadəcə qiymət rəqabətlə girəcəksiniz. Bu isə kiçik biznes üçün uçurumdur. Əziz iştirakçılar, bugün təlimində, yəni bu hissədə sizə bir sualım olacaq ki, siz öz məhsulunuzu başqa birinin baha qiymətə alardınızmı? Yəni bu qiymətə siz qoymusunuz, qoyduğunuz qiymətdən baha qiymətə alardınızmı? Əgər cavablarınız hə, bəli, alardımsa, o zaman niyə alardınız və ya xeyr, almazdımsa, niyə almazdım kimi nüansları qeyd edin, zəhmət olmasa. Biz onun barəsində müzakirələrimizi eləyək. Demək ki, siz əgər o əşyanı 20 manata qoymusunuzsa, gələ daha baha almazdınız. Daha baha almazsınızsa, ya siz düzgün qiymət qoymusunuz, yəni məhsulunuzu tanıyırsınız, ya da ki, tam əksinə, sizin məhsulunuzu tanımamaqla yanaşı öz güvəniniz aşağıdır ki, məhsulunuzla bağlı. Fikirləşirsiniz ki, yəni mən bunu baha qiymətə qoyaram, kimsə gəlib deyər ki, yox da, bu belə deyil, sən yanlış eləyirsən, bundan narahatsınız. Burada
məsələ öz məhsulunuzun düzgün tanımaqdan gedir. Əgər öz məhsulunuzu düzgün tanısanız, bu sizin üçün problem olmaz. Yox, əgər düzgün tanımasanız, o artıq sizdə bir yanlışlıq olacaq. Yəni siz prosesi irəliləyə bilməyəcəksiniz. Deməli belə, başqa sualınız yoxdursa mən ikinci hissəyə keçim. Bending, ruhun vizual təzahürü. Bundan da əlavə bunu da qeyd edeyim ki, sizə bir tapşırığım olacaq ki, sizin biznes ideyanızın hazırda ən zəif nöqtəsi hansıdır? Onun müzakirəsini eləyin, özünüz yəni fikirləşin. Əgər sualınız olarsa mənə deyərsiniz, amma mən istəyirəm ki, bunu siz özünüz tək başına düşünəsiniz. İkinci hissə bending, ruhun vizual təzahürüdür. Bending, ruhun vizual təzahürü o deməkdir ki, bizim biznesimizi quran zaman burada logodakı formalar, logodakı rənglər, səhifəmizin rəngləri nədən ibarətdir, onları müəyyən etməliyik. Baxın, sizə bir sual verim. Eyni funksiyanı görən əşyaya elə insanlar var ki, 20 manat verir, elə insanlar var ki, 200 manat verir və ya daha çox. Bunun səbəbi o insana o əşyanın yaratdığı statusdur. Necə? Məsələn, iPhone markalı telefonu hamımız bilirik və bir çoxumuz ondan istifadə edirik. O telefonun elədiyi funksiyanı bir sıra başqa, daha ucuz, daha münasib qiymətə eləyən telefonlar, bunu eləyən telefonlar var, amma insanlar daha çox iPhone-dan alırlar və buna çox rahatçılıqla 2000-3000 daha çox pul verə bilirlər. Çünki o insanlara bir his, bir status, bir vəd verilir. Və bu iPhone bunu bilir deyə bunun marketinqlə bunu həyata keçirir ki, məsələn, iPhone bir dəfə çıxardır. Bir markanı, məsələn, bir dəfə stokda çıxır, daha onun təkrar çıxarmır. Çünki öz markasından əmindir, o satılacağını da bilir. Hətta insanlar ikinciləri belə, normalda gedib təzə telefona ala biləcəkləri telefona, gedirlər o pula ikinci əl iPhone alırlar. Çünki burada həmin o marka öz vədini, ruhunu vizuallaşdırır. İkinci hissədə brend sizin loqonuz deyil. Nə mənada deyil? Yəni siz brendinizlə loqo hazırlamısınızsa, loqo təqdimatını eləmisinizsə, artıq sizin brendiniz var, brend qurmusunuz deyə bir şey yoxdur. Siz çalışmalısınız ki, öz brendinizin bir xarakterini müəyyən edəsiniz. Yəni belə deyim, loqo sizin brendinizin şəxsiyyət vəsiqəsidir. Brendin özü isə o insanın xarakteri deməkdir. Məsələn, müştəri sizin səhifənizə girəndə və ya sizin brendinizi əlinə alanda o müştəriyə nə hiss verir? Sevinc verir, güvən verir, lüks verir, yoxsa qarışıqlıq? Əgər o hissi idarə edə bilirsə, siz idarə edə bilirsinizsə daha doğrusu, deməli brendin sənə formalaşıb. Üçüncü olaraq rənglərlə danışmağı öyrənin. Bu nə deməkdir? İnsan beyni mətndən əvvəl rəng oxuyur. Məsələn, xəstəxanalarda görmüsünüz də qırmızı rəngdən istifadə olunmur. Çünki qırmızı rəng həyəcan və təhlükə siqnalıdır. Əgər siz gördüyünüz işdə, məsələn, premium iş görürsünüzsə, bahalı məhsulların satışını eləyirsinizsə, siz qızıl, gold, qara və tünd rənglərdən istifadə eləməlisiniz. Çünki o rənglər daha bir brendin premium olduğunu, bahalı olduğunu insanlara çatdırır. Yox, əgər siz uşaqlara nəsə hazırlayırsınızsa, ya pastel tonlarıdakı açıq bulud mavisi rəng, ondan sonra açıq çəhrayı rəng, ya da ki, daha canlı rənglər istifadə eləməlisiniz. Canlı rənglərdə hansıdır? Məsələn, narıncı rəng, sarının daha əl-alvan rəngləri kimi rənglər istifadə edə bilərsiniz. Məsələn, mavinin 2 tonu var. Bu 2 tonda adətən tünd mavi rənglərdə istifadə eləyir brendlər. Brendlər istifadə eləyirlər. Nə mənada? Hansı brendlər istifadə eləyir? Daha çox
böyük əmlak satan, böyük pullarla işləyən şəxslər. Məsələn, mən özüm əmlak şirkətində işləyirəm və bizim sosial şəbəkəmiz, loqomuz, ondan sonra tanıtım reklamlarımızın hamısı mavinin tünd rənglərindən, tünd tonlarından istifadə olunubdur. Çünki o insana daha inam, güvən bəxş eləyir və insanlarda bu şirkətə güvənə bilərəm düşüncəsi yaradır. Üçüncü olaraq bizim brend ştabımız olmalıdır. Yəni sizin bir dəstək xəttiniz olmalıdır. Nə deməkdir? Stabillik burada güvən yaratmalıdır ki, siz bir stabillikdən bir xətt üzrə yol alırsınız. Bu nə deməkdir? Əgər sizin kitabınız, daha doğrusu əgər sizin biznesinizdə stabillik yoxdursa, stabillikdə necə? Məsələn, ola bilsin ki, paylaşımların vaxtını düzgün eləmirsiniz, bir aya bir dənə paylaşım eləyirsiniz və ya real nəticələri qeyd eləmirsiniz və ya müştəriyə vaxtında cavab vermirsinizsə, 3 gün sonra cavab verirsinizsə, yəni stabiliyiniz yoxdursa, bu sizin biznesinizin itirdiyinin işarətidir. Çünki bu ağlınıza gələ bilər ki, stabillik yəni yerində saymaq, xeyr, yerində saymaq deyil. Məsələn, bir xonsa şirkəti, xonsaların kirayəsi ilə məşğul olan bir biznes. Onlar 5 il bundan əvvəlki xonsaların sifarişi ilə məşğul olsalar, onlar təbii ki, itirəcəklər. Yeni məhsullar, yeni dizaynlarla məşğul olmalıdırlar. Bu bəli, belədir. Amma ki, belə düşünün. Məsələn, köhnə dizaynda olan xonsalarla elədiyi işlərin prinsipini eləməlidirlər. Məsələn, ola bilər ki, müştərilərə xonsanı bəzəyəndə onlara jest olaraq məsələn, xonsanın yanında bir kiçik şirniyyat və ya xüsusi bir not qeyd eləyirsə, bu stabilliyi qorunmalıdır. Çünki əgər məsələn uzun illərin işidirsə və ya uzun illiyin önəmi yoxdur, yeni də başlamış bizneslər ola bilər ki, bir müştərini qazanandan sonra arxayınçılıq yaranmamalıdır ki, hə, mən bu müştərini qazanmışam, artıq mən bu müştəriyə istədiyim kimi rəftar edə bilərəm, yəni layiqincə rəftar edə bilərəm. O müştəri itirəcəksiniz. Çünki sən olmayacaqsan, bazarda sənin kimi 1000 dənəsi var, gedib o 1000 dənəsinin birini seçəcək. Yəni güvən, arxayınçılıq olmamalıdır. Hər köhnə müştəridə yeni müştəri özəlini göstərmək lazımdır. Yəni stabillik, güvən yaratmalıdır. Axırıncı qablaşdırılma hissəsidir. Burada sizin müştəriyə ilk görüşünüzdür. Məsələn, 2 dənə qablaşdırılma modeli qeyd eləmişəm. Təbii ki, göz oxşayan, bantikli, səliqəli qutudur. Yəni biz bir yerin qablaşdırılmasına istər-istəməz fikir veririk. Niyə? Bir yerdən məhsul alanda ilk olaraq Instagramda paylaşırıq. Bu nə olur olsun da, yəni hal-hazırda sosial şəbəkə dövrüdür və bunu hamımız da bilirik. Əgər sənin məhsulun müştəri tərəfindən Instagramdan paylaşa bilirsə, bu sənin artıq reklamın hesab olunur və bu pulsuz reklamdır. O səhifəsində paylaşır, onun yaxınları, ətrafı bunu görür və bunun vasitəsilə sənin satışın həyata keçir. Yəni bir müştəridən bir neçə müştəri əldə eləmiş olursan və reklamı heç pul ödəmədən. Sadəcə yaxşı qablaşdırılma etmirsən və bunun sənə kömək olub. Çünki müştəri özdən istəyir, diqqət istəyir, öncəlik istəyir. Siz necə, məsələn, bir yerdə müştərisiniz və siz bunu istəyirsinizsə, müştəri də onu istəyir və bu da onun çox normal haqqıdır. Yəni, uzun sözün burada qısası o demək istəyirəm ki, sizin qablaşdırılmanız Instagramda paylaşa biləcək səviyyədə olmalıdır. Belə, proses barədə məlumat verdim. İndi sizə bir praktiki tapşırıq verim. Gözlərinizi yumun və biznesinizi bir insan kimi təsəvvür edin. Burada sizin bir endiniz, bir insan olsaydı, hal-hazırda neçə yaşı olardı?
Niyə bunu deyirəm? Çünki ola bilər ki, Instagram səhifələriniz var və o Instagram səhifələrində siz məsələn uşaqların əylənəcəyi nələrsə satırsınız və ya onu hazırlayıb satış ilə məşğul olursunuzsa, sizin səhifənizdə qara rənglər, tünd rənglər, ondan sonra daha pastel tonları və ya daha canlı rənglər olmalıdır. Yoxsa sadaladığım o qara, tünd, ağır rənglər olmamalıdır. Yəni bir dəstə xəttimiz olmalıdır. Məsələn, baby shower şovları olur da, partiləri olur da. Orada görürsünüz hansı tonlardan istifadə olunur. Heç həmin o əyləncənin adını görməyin. Sadəcə vizualını görün də, belə deyim, adı qeyd olunması ya da adı hərflərlə yazılması ağlınıza nə gəlir? Ya balaca uşağın ad günü ya da baby shower əyləncəsi kimi gəlir. Yəni siz düşünməlisiniz ki, hə, mənim səhifəmə baxanda, mənim əl işimə baxanda xidmət elədiyim müştəriyə uyğundurmu? Bunu diqqət eləyin və sizin brendinizin, yenə də deyirəm, bir insan olsaydı, hal-hazırda yaşı neçə olardı, onu müəyyən eləyin. İndi suallara cavab verək. Burada demişsiniz ki, əgər o 20 yaşı olardı, pink rəngdə don geymiş bir qız olardı. Allah pəala, çox super. Yəqin ki, bu sizin öz məşğul olduğunuz biznesinizə uyğundur ki, siz bu qədər rahat şəkildə bunu deyə bilirsiniz. Yəni, dərhal bunu yaza bilirsiniz. Artıq sizin ağlınızda bir formalaşıbdır. Və bu sizin brendinizdə nə etmək istədiyinizin və brendinizin təməlli olduğunun bir nümunəsidir, belə deyim. Suallarınız varsa yazın, cavablayım. Təlimimizin, mənim danışacağım hissələri bu qədərdir. Aha, yazmışsınız, məsələn, əl işləri olan bir brendi, onu mən necə irəli seçə bilərəm? Necə irəli seçə bilərsiniz? Belə deyim, siz əl işi edirsinizsə, o elədiyiniz əl işinin sübutunu etməlisiniz. Ki, həm fakt olaraq bunu mən edirəm və bu keyfiyyətdə olunur. Bunu siz müştəriyə sübut eləyə bilsəniz, necə sübut eləyə bilərsiniz? Bunu necə eləyə bilərsiniz? Məsələn, dərs mövzusunda vizualları, estağfurullah, fikrim yayıldı. Əşyanı düzəldəndə nə düzəldirsiniz? Nə əl işi edirsiniz? Onun videosunu çəkin və səsinizi arxada səs qoyun ki, o səsdə öz səsiniz olsun və izah eləyin ki, prosesi necə eləyirsiniz? Hansı materialdan istifadə eləyirsiniz? Hansı ipdən istifadə eləyirsiniz? Hansı müddət ərzində olunur? Keyfiyyəti necədir? Bunu müəyyən eləyin. Ciddi danışan. Burada nə demişsiniz? Ciddi danışan biri olardı kostyumlu. Bu da çox gözəldir. Deməli, sizin biznesinizin müştəriləri daha konkret, daha qərarlı şəxslərdir. Bu yəqin ki, sizin biznesinizin məhsulundan asılıdır ki, sizdə tam qərarlı şəxslər müraciət edir. Onların ağlında artıq sizdən nə gözləyirlərsə, onlar vardır. Deməli, belə, başqa suallarınız varmı? Başqa suallarınız varsa qeyd eləyin, cavab verək. Deməli, belə, burada bir də. Səhifə yeni açılıb, 20 gün olar baxış. 20 gün olar, baxış sayı 12.000-dən çoxdur. Sadəcə satış yoxdur. Satış yoxdur çünki müştəri səhifənin reallığına inanmır. Belə deyim də, indi hal-hazırda bir çox AI tətbiqləri vardı və bu AI tətbiqlər sayəsində 1000 dənə səhifə açılır, aktiv olmayan, müştəri alladan, inamsız səhifələr. Siz orada öz əl işlərinizi və öz məhsullarınızı öz səsiniz vasitəsilə, öz videolarınız, üzünüzün düşməyi vacib deyil, amma öz videolarınız vasitəsilə siz təqdim eləməlisiniz ki, müştəri inam yaransın və ya sizin məhsulunuzu satdığınız biri varsa, vacib deyil, məsələn, satmaya bilərsiniz. Siz kiməsə, yaxınınıza hədiyyə verə bilərsiniz, reklam məqsədi ilə. Onun fikirlərini alın. Amma real fikirlər olsun da. Real və xoş fikirlər olsun. O real fikirlərin WhatsApp üzərindən yazışmayla səhifəmizdə paylaşa bilərsiniz. Bu da real bir nəticədir. Məsələn,
Sizə real nəticələr olsa, ondan müştəri sizdən inam yaranacaq və satış da eləyəcək, takib də eləyəcək, belə deyim. Deməli, belə. Bunu cavabladıq. İnam necə yaratmaq olar dediyim. Keyfiyyət önəmlidir, yoxsa satış? Təbii ki, keyfiyyət önəmlidir. Çünki əgər siz keyfiyyətsiz məhsulu satsanız, ancaq bir müştəriyə satacaqsınız. Necə bir müştəri? Məsələn, sizdən mən gəldim, məhsul aldım, məhsulunuz keyfiyyətsizdir. Sizdən bir başqası almaq istəsəm mənim yaxınımdan, mən icazə verməyəcəm. Deyəcəm, yox, pis məhsuldur, mən aldım, məmnun qalmadım. Və məni itirməklə bərabər mənlə yanaşı bir neçə müştəri itirmiş oluruz. Və bu sizin məhsulunuzun keyfiyyətsiz olmağı ilə irəli gəldi. Düşünə bilərsiniz ki, keyfiyyətli məhsul bahalıdır, amma bunu nəzərə alın ki, siz sadəcə oradan pul qazanmaq deyil, yəni bəzi şeylər etika ilə asılıdır. Etika vardır ki, sən öz məhsulunu satırsan, sən öz xeyri güdürsən, amma bunu elə eləməlisən ki, insanlara zərər verməyəsən. Çünki alma, vermə balansı var həyatda. Siz nə qədər yaxşı şeylər insanlara etsəniz, o insanlardan sizə xeyir illa ki gələcək, gəlməməyi mümkün deyil. Biraz zaman ala bilər, amma biznesdir də, biznes birdən-birə yaranmadığını, birdən-birə inkişaf etmədiyini bunu hamı bilir. Sadəcə biraz zaman, səbir və disiplin lazımdır. Bəli, daha çox büdcə lazım olur, amma ki, belə deyim də, biznes qurursunuzsa bunu göz almalısınız. Siz kiçik bir büdcə ilə biznesə başlaya bilərsiniz. Amma başlayacağınız biznesin meyarlarından asılıdır. Elə biznes var ki, onun kiçik büdcə ilə başlamaq əvvəldən itirməkdir. Yəni, belə nüansları nəzərə almaq lazımdır ki, uğursuzluq olmasın və olanda da insana çox təsir eləməsin. O büdcəni qoyduq və satış olmadı. Keyfiyyət çoxdur, amma satış yoxdur. Keyfiyyət çoxdur, amma satış yoxdur. Burada bilsin nədir? Sizin reklamınızın nə qədər düzgün irəliləməməsidir. Belə deyim, mən sizə keyfiyyət demişəm. Məsələn, siz tort hazırlamısınız. Tort hazırlayanda sən orada keyfiyyətli xammal istifadə eləməlisən. Sənin 30 manat bir büdcən çıxırsa, o zaten çıxmalıdır və bunu gözə almalısan. Durub keyfiyyətsiz məhsul hazırlayıb, müştərinin həyatını təhlükəyə ata bilməzsən. Və ya məsələn, əl işləri hazırlayırsan, o əl işləri hazırlayanda, bir var premium, bir var orta səviyyə, bir də var pis. Sən gedib pis məhsul alma, premium ala bilmirsən, ən azından orta səviyyə al. Məsələn, bir işi sən görə bilərsən minimum az büdcə ilə, amma keyfiyyətsiz 10 manat. Amma yox, orta büdcə ilə keyfiyyətli sayılar, yəni premium deyil, amma bu məhsul da ki, məni yarı yolda qoymaz, üzümü qara çıxarmaz deyib 15 manat, 20 manat eləyirsən, o 15 manat, 20 manat olanı eləməlisən. 10 manat olana qaçmamalısan. Çünki 10 manat olan səni 10 addım geriyə atacaq bir müddət sonra və özünüz də görəcəksiniz bunu. Belə, təlimimiz bura qədər. Qoşulduğunuz üçün təşəkkür edirəm. Ümid edirəm ki, məmnun qalmışsınızdır. Oldu. Sağ olun, gecəniz xeyrə qalsın.